Drop set, super set və piramida set. Bunlardan hansı daha faydalıdır və hansı daha çox əzələ qazandırır? İlk olaraq bunlar nədir? Onları izah edək. Drop setdə setə giririk. Seti bitirən kimi heç gözləmədən çəkini azaldırıq və yenidən setə giririk. Super setdə isə 2 və daha artıq müxtəlif əzələ qrupunu işlədirik. Yəni trisepsə işlədik. Dincəlmədən aşağı salırıq və bicepsə işləyirik. Piramida setdə isə aşağı çəkindən başlayırıq. Misal üçün 5 kilo ilə işlədik. Bitirən kimi dincəlmədən 10 kiloya keçirik. Sonra 15 kilo və yenidən 10 kilo və 5 kiloya qayıdırıq. Bəs bunlardan hansı daha faydalıdır və hansı daha çox əzələ qazandırır? İlk olaraq məni izləmirsənsə, daha çox belə videolar üçün məni izləyə bilərsən. Cavabım isə heç biri. Burada vacib olan şey drop set, super set və ya piramida set deyil. Burada vacib olan şey progressiv overloaddur. Əgər progressiv overloadu düzgün yerinə yetirirsinizsə, əzələ inkişafı da olacaq. Super set, drop set və ya piramida set sizə əlavə əzələ qazandırmayacaq. Sadəcə əzələyə verdiyiniz mexaniki və metabolik stresin maksimuma qaldırmağında sizə köməklik göstərəcək.